Çox sağ olun, dəyərli Sahibə xanım. İcazənizlə mən də həmkarlarıma qoşularaq başda ölkəmizin vitse-prezidenti Mehriban xanım olmaqla Azərbaycan xanımlarını, o cümlədən Sahibə xanım sizi, həm də deputat həmkarlarımı, parlamentin qadın əməkdaşlarını, parlamentin fəaliyyətini işıqlandıran xanım media işçilərini və bütövlükdə Azərbaycan qadınını təbrik edim. Onlara uğurlar, möhkəm can sağlığı, xoşbəxtlik arzulayım. Layihə ilə bağlı deyərdim ki, təqdim olunan qanun layihəsinin məram və məqsədi ölkə başçısı tərəfindən prioritet kimi irəli sürülən enerji resurslarından səmərəli istifadə, yaşıl enerjiyə keçid, ətraf mühitin mühafizəsi və bu kimi məqsədlərə xidmət edir. Qeyd edim ki, bu istiqamətdə kompleks, iri miqyaslı işlər görülür. Bu işlər eyni zamanda qanunvericilik, institusional, təşkilati və sair istiqamətləri əhatə edir. Onu da qeyd etmək istəyirəm ki, müzakirəyə çıxarılan qanun layihəsi həmin kompleks işlərin yalnız bir hissəsidir. Enerji səmərəliliyi məsələsi bir neçə gün öncə, yəni fevral ayının 3-də hörmətli sədrimizin dəstəyi və tövsiyəsi ilə komitəmizin təşkilatçılığı ilə keçirilən enerji səmərəliliyi, nəticələr və gözləntilər mövzusunda ictimai müzakirədə aidiyyatı qurumların, maraqlı tərəflərin, tanınmış ekspertlərin iştirakı ilə ətraflı müzakirə olundu. Enerji səmərəliliyi yalnız enerji resurslarından qənaətli istifadə deyil, o həm də iqtisadi inkişaf, həm də ekoloji davamlılıq baxımından olduqca aktual və strateji əhəmiyyət kəsb edir. Hal-hazırda bütün dünyada enerjinin səmərəli istifadəsi ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsi üçün təməl prinsiplərdən hesab olunur. Enerjidən səmərəli istifadənin üstünlükləri ən müxtəlif sahələrə belə təsir edir. Bunlardan bəzilərini qeyd etmək istəyirəm. İqtisadi faktor kimin yeni istehsal güclərinin yaradılmasına tələbatın azaldılması, son nəticədə bu sahəyə qoyulacaq investisiyanın digər prioritet sahələrə yönəldilməsi imkanını, iqtisadiyyatda rəqabət qabiliyyətinin gücləndirilməsini, məhsulların, xidmətlərin maya dəyərinin azalmasını, ekoloji faktor kimin ekoloji balansın qorunmasını, təbii resurslardan səmərəli istifadə olunması, ətraf mühitə atılan tullantıların azaldılmasını, enerji təhlükəsizlik faktoru kimin onun möhkəmləndirilməsini, iqtisadi faktor kimin istehlakçıların enerjiyə sərf etdiyi xərclərin azaldılmasını, enerjidən səmərəli istifadə özü enerjinin yeni bir mənbəyi kimin də çıxış edir. İctimai müzakirələrin keçirilməsinə verdiyiniz dəstəyə görə bir daha, dəyərli Sahibə xanım, sizə öz adımdan, komitəmizin adından minnətdarlığımızı bildirirəm və qeyd edirəm ki, közərmə lampalarının istehsalının, satışının və idxalının qadağan olunması barədə məsələdə bu fəaliyyətin tərkib hissəsidir və enerji səmərəliliyinin bütün məqsədləri də bu qanun layihəsinə şamil edilir. Qanun layihəsi barədə həmkarlarımıza geniş bir arayış təqdim olunmuşdur. Cədvəllərlə bir yerdə müxtəlif istiqamətləri aydınlıq gətirən cədvəllərdə təqdim olunub. Sadəcə olaraq qısaca bu qanunun əsas mahiyyəti barədə kiçicik bir arayış təqdim edirəm. Daha doğrusu iqtisadi əsaslandırmanı çatdırmaq istəyirəm ki, bugün dünyanın bir çox ölkələrində müasir dövrün tələbləri və işıq texnikasının İnkişaf prioritetləri nəzərə alaraq közərmə lampalarının istehsalı və satışına qadağa qoyulub. Buna səbəb onların aşağı enerjili effektivliyinə malik olması və nəticədə böyük enerji sərfiyyatı ilə atmosferə tullanan istilik yaradan qazların atılmasıdır. LED və közərmə lampalarının texniki və iqtisadi səmərəsinin istehlaki nöqteyi nəzərindən bayaq qeyd etdiyim kimi cədvəllərdə verilib baxıla bilər. 15.000 saatlıq istehlak müddəti olan bir LED lampa 17 ədəd 1000 saatlıq közərmə lampasını əvəz edə bilər. Bu lampa xərcində 2 dəfəyə qədər, elektrik enerjisi xərcində isə 8 dəfədən çox fərq yaradır. Müqayisə zamanı müəyyən edilmişdir ki, bir il ərzində istifadə olunan 1 milyon közərmə lampaları 131,4 milyon kilovat saat elektrik enerjisi istehlak edir və bu həcmdə enerjinin istehsalı üçün şərti yanacaq olaraq 33,23 min ton şərti yanacaq istifadə olunur. Bunun da qazla ekvivalenti 29,1 milyon kub metr
edir ki, bu da istehlak olunur ki, bu da atmosferə belə deyək ki, 63,6 min ton karbon emissiyasının atılması deməkdir. Həmin közərmə lampalarının LED lampaları ilə əvəz olunduğu halda tələb olunan elektrik enerjisinin istehsalı, ona sərf edilən yanacaq və emissiyaların miqdarı təqribən 8,6 dəfə azalacaqdır. Komitəmizdə də müzakirə zamanı közərmə lampalarının mərhələli qadağan olunması məsələsi müsbət qiymətləndirilmişdir, məqsədə müvafiq hesab edilmişdir. Beləliklə, biz bu qanunu qəbul etməklə, müsbət səs verməklə közərmə lampalarının ölkəmizdə qadağan olunmasının həm istehlakçılara, həm də iqtisadiyyata fayda gətirməklə emissiyaların azaldılmasına və bu sahədə Paris sazişinə əsasən Azərbaycan Respublikasının götürdüyü milli səviyyədə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsinə, eləcə də 2023-cü ildə Dubayda keçirilmiş COP28 zamanı ölkəmizin qoşulduğu bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi qlobal vədinə öz töhfəsini verəcəkdir. Deputat həmkarlarıma müsbət rəy verməyə dəvət edirəm. Çox sağ olun.